Bütün bölgələrimizdə olduğu kimi Ağcabədidə də elə yerlər var ki, onlar rəsmi adlarından başqa, həm də el arasında cəmaatın qoyduğu adlarla tanınırlar. Məsəl üçün, Vahidin qəbristanlığı, Ejəli, Mədəniyyətin Kruqu, Svetofor aralığı, Univermaq aralığı, Gamballı kimi adlar daha çox, yəni insanlar bu ünvanları axtardıqca bu adlarla daha tez tanıyırlar. Onlardan bəzilərinin yaranma səbəbini dərhal bilmək olur. Məsəl üçün, Mədəniyyətin Kruqu deyərkən, Mədəniyyət evinin qarşısındakı dairədən söhbət gedir. Amma elə adlar var ki, onların yaranma səbəbini biraz araşdırmaq lazımdır. Bəziləri ümumiyyətlə unudulur, bəzilərində müxtəlif variantlar söyləyirlər. Biz elə bugün həmin ünvanlardan birindəyik. Hazırda gördüyünüz bulaq Osan bulağı, cəmaat arasında Osan bulağı adlanır. Bəziləri bunun ehsan bulağı olduğunu söyləyirlər. Deyirlər ki, məhz vurularkən ehsan üçün vurulduğuna görə onu ehsan bulağı adlandırırlar. Bəziləri isə bu adın bir qadının adı ilə bağlı olduğunu söyləyirlər. Elə biz də bunu araşdırmaq üçün buradayıq. Öyrənək görək, bu ad hardan götürülür? Bu Osan bulağı deyilən biz yerdə dayanmışıq. Bu Osan bulağı səhv eləmirəmsə 1952-ci ildə vurulubdur burada. İlk dəfə burada bulaq vurulubdur 52-ci ildə. Bu bulağın ətrafında da o vaxtı mənim doğma xalamdır. Osan mənim doğma anamın xalası, daha doğrusu anamın doğma xalasıdır. Bu bulağın ətrafında onlar burada yaşayıblar. Uzun müddət emalçı deyirdilər qabaqlar o Sovetin vaxtında. Yəni südü hazırlayıb yağa çevirən, nə bilim, çiyə çevirən adam olubdu o adam burada. Bax bu gördüyünüz sizin arxanızda orada onun bir düşərgəsi olubdu. Orada bax burada birinci dəfə orada o olubdu. Bu bulaq vurulanda da onun böyük köməkliyi də bu fəhlələri yedizdirməyə, o vaxt ağır illərmiş də müharibədən sonra olub 52-ci ildən sonra onların yeməyin, içməyin barbat təşkil eləyibdi. Uzun müddət bulaq vurulub da çıxana qədər. Ondan sonra bu ətrafda heç kim olmayıbdı ondan başqa. Osan xaladan başqa bax buralarda heç bir ev, yaşayış olmayıbdı. Ora hündür olduğuna görə suzat çıxmayıb ora. Ondan sonra onlar köçüblər, bax bu gördüyünüz bu arxa tərəfə, bu hissəyə köçüblər. Burada düşərgə salıblar, yenə heç kim olmayıbdı əvvəlcə orada. Bir neçə il yaşayandan sonra qohum, arəbə yavaş-yavaş yığışıblar bunun başına. Bu kəndin, baxmayaraq ki, qadın olubdu, amma bu kəndin ağsaqqalı olubdu. O, nə desə, kətdə bu qohum, arəbə arasında onun bir sözünü iş eləyən olmayıbdı. Yəni, bir kişi kimi qadın olubdur o. Sözün deyən, ondan sonra yetimə, yesirən, əlsə-yaxsa kömək eləyən bir xanım olubdu. Gözəl bir insan olubdu. Ondan sonra qohum arabə yığışıbdı. İndi Allaha şükür, bax, gördüyünüz bu ətraf hamısı onun nəvələri, nəticələri, kötücələridir. Böyük bir olub bir kənd. İndi hamısı bax, nəvələri də buradadır, burada nəticələri də burada var. Onlar da yəqin ki, danışıb haqqında nəsə, Osan xalamızın haqqında nəsə deyəcəklər. Bu qədər, gözəl bir insan olubdu, belə mərd bir insan olubdu. Və bulağın adının məhz bulağın onunla adı bağlı burada olması. Gəliblər, burada soruşublar, bulaq hardadır, bulaq hardadır. Deyiblər ki, Osan xalanın orada bir ev var da, belə deyək, bir dənə damka olub da, dam olub. Onun yaxınında olduğuna görə sonradan öyrəşiblər ki, bu Osan bulağı. Yəni, bu buradan köçüb gedibdi bu tərəfə. Amma bulaq onun adından daşıyıbdı, bulağa yaxın olduğuna görə o. Bulağın ətrafında olduğuna görə elə adın qoyublar Osan bulağı, elə onun adına da layiq bir bulaqdır. 52-ci ildən bəri çıxır. Hələ cəmaatı rayonundan ki, çox səs deyəmərəm, bir səsi buradan su götürür. Çox gözəl də suyu var, çox təmiz suyu var. İndi də hələ cəmaat istifadə edir. Allah ona qəni-qəni rəhmət eləsin. Mən Osan arvadın qız nəvəsiyəm. Qumrunun oğluyam. O 1918-ci il tarixində anadan olub. Ancaq əslində biraz yanlışlıqdır. O vaxt qeydiyyatlar biraz zəif gedib.
hardasa 10-cu ildən də qabaq olubdur. Ancaq 1987-ci ilə qədər yaşayıb və bu ətrafda bildiyimiz kimi bax bu evlər hamısı onların nəvə nəticələrin evləridir. Burada yaşayıbdı axıra qədər. Da Axundov nəvəsi o da məlumat verdi ətraflı. Məsələn, o həddindən artıq hündür, bugünkü gün o cür yaraşıqlı və hündür, bayavoy bir qadın çox azdır və hökümlü olubdur. Məsələn, dəfələrlə o qan yatıcılıbdır. Baxmayaraq ki, özü oxşar tayfasındandır. Baxmayaraq ki, qadın olub, qardaşları olub, nə bilim, başqa kişilər də olub, ancaq həddindən artıq hökümlü olub. Dəfələrlə qan yatıcılıb. Qız qaçırdıqları o devirdə, məsələn, böyük bir istənilmirdi, qan ola bilərdi, bu qanı yatıcılıbdır. Xeyriyyətçi olub. Bugünkü gün də onun Süleyman Qasımov və Əbülfət Qasımov yazdığı Qarabağ xeyriyyətçiləri kitabında da onun haqqında məlumat vardı. Və həddindən artıq dediyim kimi ancaq xeyriyyətçi və yaxşı bir insan olubdur. Bugünkü gün o bulaq da Axundov Mamed dediyi kimi ətrafda, yaxında olduğu üçün və o bulaq çəkənlərin qulluğunda durduğu üçün, onların axıra qədər əziyyətini çəkdiyi üçün həm də bulağa ən yaxın, yeganə olaraq o burada ətrafda da ayrı adam yaşamayıbdır. Bir dənə o yaşayıbdır. Ona görə də elə bulaq onun adı ilə də qalıb. Bugünkü gündə məsələn rayonda kim istəyirsə bu teritoriyaya gəlmək, bu ətrafa gəlmək, onda ancaq Ovsan bulağı haqqında bilirlər. Ovsan bulağı hardadır, belə gəlirlər. Bugünkü də qəbri də durur, yəni son vaxtlarda 87-ci ildə. Əlbəttə ki, xoş olar, sağ olun. Ancaq bizcə dənə xahişimiz var ki, bu bulaq nəvələri düzəltdirib, rəhmətə gedib Vaqif, böyük nəvəsi idi. Yenə də baxımsızdır, düşəndə baxırıq, eləyirik, amma yenə də dəstək lazımdır ki, bura bir yaxşı düzəlsin, bir lövhə adına olsun. Adı yaşasın. Adı yaşasın. Biz də bunu çox istəyirik, çox sağ olun, təşəkkür edirik biz də sizə. Mən bu rəhmətlik nənəmin Ovsan arvad deyilən arvadın nəvəsiyəm, oğul nəvəsiyəm. Onunla mən bir yerdə uzun müddət bir yerdə qalmışım. Gözəl qadın olub, hökümlü qadın olub. Biz onun məsələn tərbiyəsi altında böyümüşük. İndi o bulaq haqqında danışılır, ona o bulağın adı necə verilir. Mənim yadımdadır, evdə də böyüklər danışırdılar ki, o arvad o bulağın ətrafında yaşadığına görə, o bulaq vırıldığına da görə, vırıldığına görə onun demək nəyi varsa yeməyin, içməyin, hər şeyin əziyyətini çəkib. Deyilənləri bildiyimə görə, yadımda qaldığına görə o arvad ora o qədər xərc çəkib, can yandırıb ki, hətta borca da düşüb. Az qalıblar ki, o arvadı lap belə tutalar. Rəhmətlikdir, əmim ondan ötəri gedib Afşarda Nərman adında bir kişi, onların maması oldu, nə bilim gedib. Bir il onlar çobançılıq eləyib ki, yanından arvadı tutmasınlar. Yəni elə bir xeyirxah arvad olub. Allah ona qəni-qəni rəhmət eləsin. Burada məndən qabaq danışanlar danışdılar. Mənim istədiyim odur ki, o bulaq abadlaşsın, onun adına yaxşı bir lövhə vurulsun. Bütün onu qıraqdan gələn adamlar, tanımayan adamlar ki, filan yerə gedirən də deyirlər, Ovsan bulağına get, orada göstərəcəklər yeri, sən hara getmək lazımdır. Bir ünvan kimi ora tanınır. Bəli, bir ünvan kimi bax orada tanınır. Onu da deyim ki, bu arvadın elə özünün
özünün planı olub. Yəni qabağı belə görən olub. Hələ ona hətta bax açıq deyim. Deyirlər ki, bu arvad qəbristanlıqda da yer götürür. Hamını və bu oğlun, qızın, oxşamsız bir şey bala bir yerdə elə gələndə ziyarətgaha bir gəlin. Ona görə də hamısı, oğlu, qızı, nəvələr hamısı bax bu gördüklərin hamısı bir yerdə dəfn olunublar. Allah ona rəhmət eləsin. Bulaq üstə gedən gözəl, məni heyran edən gözəl, Çox ağırdır. Həddindən artıq ağırdır. Təsəvvür edin. Hələ yarısına qədər bunu doldurdum, gücüm çatmır. Amma bizim analarımız, bizim nənələrimiz bu yükü hər gün gülər üzlə və uzaq məsafələrə daşıyıblar. Elə bu yük də, bu bulağın adı da Azərbaycan qadının gücünün, böyüklüyünün, iradəsinin bir nişanəsidir. Mən çiçək kimi zərif, polad kimi möhkəm olan qadınlarımızın, analarımızın ruhu qarşısında baş əyirəm.